Salam əziz izləyicilərimiz. Biz bugün Lənkəran rayon Bilvan kəndində gözəl bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Adınız, soyadınız? Sağ olun, hoş gəlmisiniz. Həmişə sizin kimi qonaqlar gəlsin. Ümumiyyətlə evə qonaq gəlsin. Çox sağ olun. Bax, oyub ləzzətlidir. Hüseynov Ali Baba, Ağa Baba oğlu. Və neçənci ildə harda anadan olmuşsunuz? 1951-ci il aprelin 20-sində Lənkəran rayonunun Bilvan kəndində anadan olmuşam. Bu kənddə, bu ötədə yaşayıram. Bəli. Hansı ali məktəb bitirmişsiniz? Hansı ixtisas üzrə dərs demişsiniz? Və ali məktəb bitirməmişəm. Orta təhsilləyən ibtidai sinif müəllimi işləmişəm. 25 il işləmişəm, sonra təqaüdə çıxmışam staja görə. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamışsınız müəllim? 1971-ci ildə. Hansı məktəblərdə dərs demişsiniz? Mən Biləsuvar rayonunun şəhərin özündə Nizami adına bir nömrəli orta məktəbdə ilk dəfə orada müəllim işləmişəm. 3 il orada. Ümumilikdə neçə il müəllimlik 25 il. 25 il işləmişəm. Çox gözəl. Fəxri adlarınız, mükafatlarınız olub? Olmayıb. Olmayıb. Neçənci ildən təqaüddəsiniz? Mən 1996-cı ildən təqaüddəyim. Müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik həyat. Şəxsən mən ibtidai sinif müəllimi işləmişəm. Bu mənim üçün həyat oldu. Sizin sayənizdə biz də ilk ibtidai sinif... Onu mən sözlə ifadə edə bilmirəm nə üçün. İlk qələmi siz bizə tutmağı öyrətmişsiniz. Valideyn öz, bax, ibtidai sinif müəlliminin işi nədir? Valideyn öz uşağından iyrənir. Deyir ki, apar onun burnunu təmizlə. Ancaq o uşaq öz əli ilə burnunu təmizləyib. Mən onun əlini tutmuşam, ana hərif öyrətmişəm. Ondan mən qürrələnmişəm. Əlbəttə ki, sizin kimi ibtidai sinif müəllimləri bizi qələm tutmağı öyrədiblər. Biz də bundan belə fəxr edirik. Xanım, ondan əlavədə mən kəndimizdə bu soruşa bilərsiniz. Əvvəl mənim necə müəllim olub? Soruşa bilərsiniz. Mən özümü tərifləsəm biraz düz çatmır. İndi gərək vicdanla deyəsən. Mən sənətimi sevmişəm. İşləmişəm. Valideynlər də məni sevib. Mənim sinifimdə 38 uşaq oturub. Mənlə paralel işlən müəllimin sinifində mən onları tənqid eləmirəm, təhqir də eləmirəm. O müəllimlər də güclü, savadlı, zəkalı müəllimlər olurlar. Nəysə, valideynlər onların yanında uşağı az aparıblar çəmə. Çünki mən gənc olmuşam, enerjim var, filanım var. Onların sinifində olub 22-23 nəfər. 38 araya 28, biraz düz tutmadı. Çox böyük hörmət qazanmışsınız da, yəni. Şagirdləriniz arasında da, valideynlər arasında hörmətiniz çox böyük olub. Mən yoldaşınız haqqında məlumat verərdiniz, yoldaşınız kimdir? Yoldaşım... Adını, soyadını deyərdiniz? Hüseynova Saniya Hacıbaba qızı. Bu, rayon sovetinə deputat olub. Şəhər sovetinə deputat olub. Failə işləyib Savqozda. 2004-cü ildə o tayfada var da böyrək çatışmamazlığı, belə bir şey var, o işçi orada gəlir. 2004-cü ildə o da aprel ayının 20-sində vəfat elədi. Mənim ad günümdə. Allah rəhmət eləsin. Mən Rusiyadaydım, mənə xəbər verər, mən gəlmişdim onda. Onun yanındaydım. Allah rəhmət eləsin. Övladlarınız var, neçə evladınız var, adlarını deyərdiniz? 5 övladım var. Birinci Alqışdır, Rusiyada yaşayır. İkincisi Anardır, bu mənləndir, ailəlidir. 2 uşağı var, bir qız, bir oğlan. Qız ərdədir, qızdan 2 nəticə varımdır. Ay, maşallah. Bəxş edib o bizə, oğlanla subaydır. Hərbi xidməti qutarıb subaydır. Üçüncü qızımdır. O da Rusiyada yaşayır. Ailəlidir, 2 övladı var. Bir qız, bir oğlan. Dördüncü, Təranədir adı. Dördüncü isə Samirədir. O qonşu kətdə yaşayır. 2 övladı var, ikisi də oğlandır. Biri hərbi xidmətdədir bu dəqiqə. Sağ-salamat. İkincisi də yaxın gələcəkdə gedəcək. Axırıncı övladım
Belarus'ta yaşıyordu. Orada yaşıyor. Aileliydi. Rahmete gitti. Üç evladı kalıb, üç kız. Allah rəhmət eləsin. Ondan var, ondan ne var? İki kız, bir oğul. Nəticələriniz, nəvələriniz var. Bəli, var. Ümumilikdə neçə Nəvələrim nəvəniz? 12 dənədir, nəticələrim isə 5 nəfərdir. Allah uşaq. saxlasın hamısını. Bizim müəllimimizin oğlu əyləşib yanında. Atanıza nə demək istəyərdiniz? Adınızı, soyadınızı deyərdiniz. Atanıza nə demək istəyərdiniz? Adım Hüseynov Anar, evet. Adım soyadım Hüseynov Anar, Ayıboğlu. 1975-ci ildə anadan olmuşam, Lənkəran Ünvan kəndində. Atanıza nə demək istəyərdiniz buradan? Necə? Atanıza nə demək istəyərdiniz? Atamıza Allah atama can sağlığı versin, uzun ömür versin. Amin. Allah atasına nə deyəcək? Evimin, mənə kimi var, özümü rahat hiss edirəm. Çünki mənim yükümü o daşıyır. Mən özümü rahat hiss edirəm. Allah ona o qədər ömür versin ki, həmişə yüküm onun üstündə olsun. Amin, amin. Biz də sizin arzunuza qoşuluruq. Mən buradan sizə 5 ildən sonra, 10 ildən sonra inşallah, 2 ildən sonra baxacaqlar gələcəkdə işləyən müəllimlərimiz, müəllimələrimiz, şagirdlərimizə nə demək istəyirdiniz, nə tövsiyə etmək istəyirdiniz? Bilirsin, hansı sahada işləyirsən işlə, birinci o sahənin sahibi ol. O sənətin, o ixtisasın sahibi ol. Yaxşı savad. Hörmət qazanmaq. Hörməyi itirmək Ən rahat. əsası hörmət. Ən əsası odur ki, sevimli olasan, seviləsən və sevə biləsən. Ona görə məni seviblər ki, mən uşağı sevmişəm. Hörmət qazanmışsınız. Hörmət qazanmışam. Mən bircə, bu biraz uzun çəkər. O vaxtı. Həqiqətən bizdə hava qış fəslində sərt keçərdi qış. Mən uşaqlara mürəkkəb şüşəsi ilə gələrdilər qabaq, perro, belə ruskalarına. Mən uşaqlara deyərdim, siz gətirməyin. Mən bütün o sinifin uşaqları üçün onları, o lavazımatları alıb, tumbiçkada qoyardım və oradan götürüb qoyardım partaların üstündə. Səhər uşaqlardan tez gedərdim məktəbə. Onları qoyardım partaların üstündə, hər uşaq gələrdi, ruskası qabağında Belə müəllimi kim O vaxt sevmir? Peroy, mənim özüm müəllim oldum. Xəttkeşi onun yanında. Əgər mən bilirəm ki, riyaziyyatda mən nəysə, bir həndəsi fiqur çəkərəm, onun şəklini uşaqlar çəkməlidir. Hazır olar, o materiallar hazır olardı partanı. Belə müəllimi də kim sevməzdi ki, şagirdlərindən, ona görə də hörmət qazanmışsınız. Mən hətta bir söyləyim, bir uşaq gəldi, peçin yanında, bilirdim ki, dərsi hazır deyil, uşaq sağdır, Əliş. O, dedim, Əliş gəldi, gördüm, əlləri qızarıb. Dedim, get peçin yanında, biraz özümü istəyirəm, biraz istəyirəm, yiyəcəm. Uşaq getdi, biraz qaldırdı, dedim, isindeyin, belə elədi. Bir uşaq dedi ki, Əli, talıqca dedi, Əlişi şaxtaşa. Yəni, Əlişi şaxta vurdu. O şagirdin adını deyə bilərsiniz müəllim? Şagirdi deyirəm, Əliş. Əliş, adı Əliş O oldu. biri Erşən, o biri Erşən dedi. Bunlar hamısı yadımdadır, belə şeylər. Yəni, belə şagirdləri, mən əzizləmişəm o şagirdi. Mən buradan sizə baxacaqlar. Öz dərs dediyiniz şagirdlərinizə nə deyə bilərsiniz? Mən deyərdim ki, müəllimlərinə oxşasınlar, Hörmət qazansınlar. kəndinə oxşasınlar. Bax bu kəndə. Həqiqətən Vilvan kəndi Lənkəran rayonunda Çox qonaqpərvər insanlardır. çox yaxşı Onu da qeyd kənddir. edin. Həm də ki, burada bilirsiniz, birlik var kəndimizdə. Bir-birinə qayğı göstərirlər, bir-birinə yə dururlar. Xainlik yoxdur. İndi ola bilər kimsə var, mən bilmirəm. Hər yerin pisi də var, yaxşısı da Yaxşı, var. söz. Mən çox sağ olun. Allah razı olsun. Bizə qapınızı açdınız bu gülərüzlüyünüzlə. Bizə çox gözəl xatirələrinizi bizlə bölüşdüyünüz üçün sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. Sağ olun, var olun. Yenə də deyirəm, həmişə gələsiz. Çox sağ Gəlin olun. belə şeylərə. Sağ olun. Allah sənə versin. Müəllim kasıb da olsa, evimin qapısı həmişə üzünüzə açıqdır.
Hər bir insan. Kasıbın ürəyi geniş olur. Hər bir adamın, hər Çox bir sağ ol. adamın nə var odur. Nə Sağ var? olun müəllim, sağ olun.